Sonra isə 15-ci fayda qardaşlar xəstəlikdən qulun qorxuzulması. Allah Subhanahu wa Taala insana xəstəlik verməklə sanki öləcək, sanki gözü itəcək, qulaqları gedəcək. İnsan qorxuya düşür. Can hayında olur. Can bazarlığında olur. Verəcəkmi, yoxsa qalacaqmı? Bax, bu bazarlıqda olur və qorxur insan. Qulun Allahdan qorxmasına ən böyük səbəblərdən biri də nə dəxlər? Xəstəlikdir. Bu da faydadır. İnsanı Allah Subhanahu wa Taala'ya qaytarır. Allah Subhanahu wa Taala Zuhruf surəsinin 48-ci ayəsində buyurur ki: "Və axaznahum bil'azab la'allahum yarciun." Biz onları əzabla yaxaladıq ki, ola bilsin ki, onlar haqqa qayıdalar. Onların əzabla yaxalanması ola bilər ki, səbəb olsun ki, onlar haqq yola dönsünlər. Yəni dönüş insanın başına müsibət gəldikdə başa düşən, imanı olan, Allahı bilən Allah Subhanahu wa Taala olmalıdır. Bu insanda olan, yəni sağlam olanda elə də sağlam gəlirsən, elə bilirsən ki, daim yaşayaqsan. Onun üçün bəzi ibadətlərdə səhlənkarlıq edirsən, digərlərini tərk edirsən, fikir vermirsən, bu il eləmədim, gələn ilim deyərsən. Lakin xəstəlik gəlsin, məsəl üçün hac ibadət əxilər. İnsan görsən sağlamdır, deyir gələn gedərəm. Lakin Muhammed sallallahu aleyhi ve sellem deyir ki, kim bacarırsa getsin. Çünki deyir, sonra ona nə baş verəcəyini bilmir. İndi sağlamsan, sən bilmirsən ki, gələn sağlam olasan. Yoxdur səndə bu şey. Lakin insan xəstələnəndə deyir ki, sağalsaydım haza gedərdi. Tələsir, istəyir ki, eləsin. Çünki qorxu düşür canına. Qorxu ki, birdən ölər. Birdən eləyə bilməz. Görürsən mi necə qaytarır Allah Subhanahu taala insana özünə? Xəstəliyinə. Allah Subhanahu taala ona bu müsibəti və bəlanı verir ki, onu qorxusun və yalnız özünə qaytarsın. İmam Abu Davud Amirdən rivayet edir ki, möminə Allah Subhanahu taala bir müsibət verdiyi zaman sonra onu sağaldırsa, bu onun üçün keçən günahlarının kəffarəsi, gələcək günlərinin isə moizəsi olur. Yəni onun üçün ibrət olur. Ki, ola bilər, yenə də xəstələnirəm, digər eləyə bilmədiyim ibadətləri eləyə bilmərəm. Həmən tələs, həmən qayıd Allaha, həmən günahlardan çəkin, sağlam ikən çəkin. Eləmə. Aydınmı? Möminə bir müsibət baş verdiyi zaman onun üçün günahlarının kəffarəsi olar. Və həmçinin bu onun üçün moizə olar. Qorxuzma və çəkinmə olar, ibrət olar. İnsan öz xəstəliyindən ibrət alır. Müsəlman ibrət alacaq. Aydınmı ki, yenə də ola bilər, yenə də qayıda bilər. Münafiq isə xəstələndiyi zaman və xəstələndikdən sonra sağaldığı zaman o dəvə kimi bir şey olar. Necə ki, dəvəni deyil, aparıb müalicə üçün hər hansısa bir ilacdan istifadə edərlər, sonra isə buraxarlar, dəvə bilməz ki, onu niyə apardılar, niyə buraxdılar. Heyvandır. Bilmir ki, bunu nöş belə elədilər, münafiq də elədəklər. Heyvandır. Bilmir ki, bunu nöş aparmışdılar. Niyə xəstələnmişdi? Xəstələnmişsən, ibrət, günahların kəffarəsi qəlbində olacaq, biləcəksən və həmçinin biləsən ki, gələcək üçün sənə bu dərsdir. Ki, qorxcuna, elə bilmə ki, eynisi gələ bilməz. Və münafiq üçün dəvə kimi bir şeydir. Aparıb ya damğalayırlar, ya dərman vururlar, ya filan vururlar, bilmir ki, niyə edirlər. Və buraxanda da bilmir ki, nöş buraxdılar, nöş gətirmişdilər, nöş də buraxdılar. Heyvan kimi bir şeydir. İxlasla.com saytı tərəfindən təqdim olundu.